odur. Cyrus Vance, Amerika Birleşmiş Ştatlarının keçmiş dövlət katibi. Ha. Cyrus Vance. Bəli. Bax, o gəldi, demək, iki nəfər. Biri Ukrayndı, biri də başqa. Müşayiət ilə gəldilər. Vertolyotla onları apardım Ağdama. Orada Şelli kəndi var. Raketlə bizi vurmaq istədilər. Şelli uğrunda onda döyüşlər gedirdi. Yəni döyüş xəttinə çox yaxın idi. Xəbər gəldi ki, ermənilər deyir ki, bizdə məlumat var, Azərbaycanın Xarici İşlər Naziri bura gəlmək istəyir. Çatdırız ona ki, biz onun həyatından ötürük. Zəmanət vermirik. Cyrus Vance'i və onu müşayiət edəni apardım Ağdam məscidinə. Ağdam məscidində meyitləri gətirirdilər oradan, Xocalıdan. Və qohumları da Ağdam orada meyitləri alırdılar, sonra dəfn üçün aparırdılar. Tük ürpədici vəziyyətdir. Sizə deyim ki, Cyrus Vance dedi ki, tamam, bax, onun dəqiq öz sözləridir. Dedi ki, İkinci Dünya müharibəsi zamanı heç faşistlər də belə zorakılıq, belə vəhşilik törətməmişdilər. Bu meyitləri gördü. Sonra dedi ki, mən baxa bilmirəm dayı. Xahiş edirəm, çıxaq. Su verin də uşaqlar. Bir stakan su verin.